Ay bədbəxt. Vallahi billahi belədir. Şiə demir ha. Əhl-i sünnənin qaynağında tarixi təbəri deyir ki, Xeybər müharibəsində 2 barmağı ilə Həzrəti Əli o qapını fəth edir. 2 barmağı. Vallahi billahi, and olsun Qur'anə, and olsun yeri göğü fərq edən Allah. Deyir, qapı neçə ton ağır idi. Qoşunun gücü çatmadı qapıya. Qapıda bir deşik vardı, deyir, 2 barmaq fərq keçərdi. Bir balaca barmaq, bir də onun üstündəki barmaq. Deyir, Molla Əli əleyhissalam gəldi, 2 barmağı saldı ora. 2 barmağı saldı ora. Saldı ora. Biz bir şey kaldıranda diğer Allah Muhammed ya Ali İmam 2 parmağı saldı kapıya. Dedi ya Fatıma, Xeybər kapısını götürdü Ali. Gördü Zəhra sesi geldi. Ya Fatıma dedi kapını götürdü. Ömer İbn Xəttab da o müharibədə iştirak edirdi. Dedi ya Resulallah inana bilmirəm. Bu boyda kapını necə Ali götürdü? Dedi Ömer Ali'nin əllərinə yox Ali'nin ayaqlarına bak. Bir baktım gördüm yerden Ali aleyhisselamın ayağının arasında fasıla var. La havle ve la kuvvete illa billah. Dedi Cebrail, Mikail, Revail, İsrafil. Hani qənədlərini açıblar, əlinin ayarlarının altında sərirlər. Bu güc ilahi bir gücdür dədə. Bu gücü başa düşmək baş istəyər o da hər adamda yoxdur.